Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün onkologiyada plastik cərrahiyyə mövzusunda danışacağıq. Yəni, onkoplastikadan ümumiyyətlə nədir? Hansı zamanda mütəxəssis tərəfindən göstəriş verilir deyə mövzusunda. Təbii ki, bu mövzu ilə bağlı müzakirə etmək üçün studiyamıza məhz bu sahənin peşəkar mütəxəssisini dəvət etmişik. İlk olaraq onu sizə təqdim edim. Milli Onkologiya Mərkəzinin ümumi şöbənin, cərrahiyyə şöbənin onkoloq, mamoloq, rekonstruktiv cərrah Şövkət xanım Əliyeva. Doktor, xoş gəldiniz. Öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün sizə dərin təşəkkür edirəm. Ümumi Onkologiya şöbəsinin peşəkar doktoru olaraq məhz bugün ilk olaraq bizim proqramımızda məhz biz onkologiya ilə bağlı bir neçə müddətdir ki, silsilə proqramlar aparırıq. Sizin Milli Onkologiya Mərkəzində çalışan bizim hörmətli və dəyərli peşəkar doktorlarımız olub, hətta baş həkim Azad Kərimli də bizdə iştirak etdi. Ümumiyyətlə, bitməyən, tükənməyən və hər zaman ehtiyaca, belə deyək, sahiblənəcək bir sahədir ki, hansı ki, bu sahədə, bayaq da danışdı bu haqda, doğru bildiyimiz en sayda yanlışlar var, böyük bir qorxu xofu var ki, biz müraciət etməkdən belə, hansı ki, müayinədən hər şey başlayır. Baxın, böyük bir məsuliyyətli işin öhdəsindən gəlirsiniz. Hətta sizi o çətin və sıx qrafikdən bugün demək olar ki, bəlkə də xəstələrə böyük bir haqsızlıq etdik. Sizi bir saatlıq o dəyərli zamanınızı aldıq ki, biz də biraz maariflənək. Ümumiyyətlə, onkoplastika, onkologiyada plastik cərrahiyyənin rolu nədir? Ümumiyyətlə, onkoplastikadan istəyirəm başlayaq. Bu ad özündə nəyi ehtiva edir? Bir morfoloji bir təhlil edək, sonra həqiqətən də xanımlarımızı maraqlandıracaq, çox ciddi və maraqlı suallara keçid alacağım. Buyurun. Salam, əziz Ülviyə xanım. Çox sağ olun. Yəni, belə bir temaya, onkologiya temasına siz belə yaxından, belə təşəbbüslə və bizi kimi onkoloqları dəvət edərək mütəmadi olaraq xalqımızı maarifləndirirsiniz. Bəli, indi çox aktual bir temadır onkologiya. Düzdür, sevmir bizim xanımlar, heç kəs sevmir bu haqda danışmağı, eşitməyi, psixoloji pis təsir edir. Amma əzizlərim, bundan dəfələrlə əlbəttə ki, biz demişik onkoloqlar ki, qorxmayın. Sadəcə vaxtında müraciət edin. Ona görə durub bu mövzuya qaydırıq. Siz də çox sağ olun, məni o qrafikdən qopartdınız, çıxartdınız, gətirdiniz bura, dəvət etdiniz. Təşəkkür edirəm. Bəli, mən çox getməsəm də tibbi verilişlərə, kanallara, amma hərdən görürəm ki, ehtiyac var, lazımdır. Çünki əziz xanımlarımızı biz maarifləndirməliyik. O ki, qaldı onkoplastika. Plastika hər kəs bilir, yəni plastik əməliyyatlar. Burada süd vəzindən əlbəttə ki, söhbət gedir. Süd vəzi mütəxəssisi olduğum üçün o haqda danışacağım, süd vəzindən danışacağım. Kiçiltmə, böyük süd vəzləri, ağır süd vəzlərini kompleks edib xanımlar süd vəzi kiçiltmə əməliyyatları icra etdirirlər və yaxud da çox kiçik süd vəzlərini böyütmə əməliyyatları icra etdirilir. Bu plastikadır. Bir də var onkoplastika, yəni onkologiya yönəmli bir plastik əməliyyat. Bu nə deməkdir? İlk növbədə cərrahi əməliyyat nəticəsində onkoloji problemi yetəri səviyyədə götürmək, onkoloji problemi götürdükdən sonra yerdə qalan kosmetik defekti plastik cərrahiyyə metodlarından, texnikalarından istifadə edərək bərpa etmə həmin süd vəzləri. Yəni, bu nə gətirir? Simmetriklik gətirir. Hətta ilk öncə gözəl olmayan, ptotik olan, sallaq olan süd vəzlərini əməliyyatdan sonra daha gözəl şəkilə salırıq. Eyni zamanda bir əməliyyatda həm onkoloji problem aradan götürülür, həm də estetik problem aradan götürülür. Buna deyirlər onkoplastik. Hansı ki, əslində bu da böyük bir peşəkarlıq tələb edir, deyim ki, doktor bu sahədə. Çünki bir neçə tərəfdən və bir neçə sahədə burada çalışırsınız. Biz təbii ki, onkoloq, mamoloq olaraq və cərrah olaraq ağlımıza gələcək birinci süd vəzi xərçəngi. Təbii ki, burada təkcə xərçəngdən söhbət getmir. Süd vəzi başqa, belə deyək də, xəstəlikləri də var ki, bunlar xoş xassəli də şişlər ola bilər və bu xəstəliklərin fonunda da bəd xassəli, belə deyək də, şişlərə çevirərək belə deyək, xəstəliklər yarana bilir, onkoloji xəstəliklər. Hansı ki, bugün dünya statistikasında da bilirik ki, qadınların ən çox əziyyət çəkdiyi süd vəzi xərçəngidir. Ümumiyyətlə, burada yaranma səbəbi bir neçə faktora təbii ki, bağlıdır. Genetik faktor və irsi meyillilik. Birinci mi bunun adını çəkməliyik, nə dərəcədə rol oynayır? Çünki bəzən əgər mənim genetikamda bu xəstəlik yoxdur deyən
yüzlərlə, minlərlə xanım tanıyıram ki, heç bir zaman mən bu xəstəliyi tutulmaram deyə bir düşüncəyə sahibdirlər. Amma bəzən də tam əksi olur. Genetik faktor daşıyanlar buna yoluxmur, amma daşımayanlar da bunlar görürük və yaxud da tam əksi. Ümumiyyətlə, səbəblər içərisində birinci olaraq göstərici. Hardan başlasaq daha doğru olar? Səbəblərin ümumiyyətlə belə düşünək. Həmişə pasiyentlərimə də belə izah edirəm. Doktor, mənim elə olub, pasiyentlər gəlir ki, mənim anamda var, xalalarımda olub. Mən mütləqmi süd vəzi xərçəngi olacam? Yəni, əziz xanımlar, yaranma səbəblərinin 20%, 10-20% genetik faktordur. Bəs qalan 80%. Ümumiyyətlə belə deyək, süd vəzi xərçənginə tutulma hər bir qadında ola bilər. Kimin ki, süd vəzi toxuması var, o qadınlar da riskdədir. Yəni, hər kəs. İndiki zamanda, indiki bir dönəmimizdə, yəni il ərzində, ümumi dünyada 2,3 milyon qadına bu diaqnoz qoyulur. Azərbaycan da ondan geri qalmır. Bəli. Yəni, hər kəsdə, yəni ekologiyamı artıq o səbəbləri biz onkoloqlar araşdırmırıq əlbəttə ki, ekoloji səbəbdirmi, qidadırmı, psixoloji səbəbdirmi? Stres faktorudur. Hə, əlbəttə, statistika amma bunu göstərir. Ona görə də əlbəttə ki, süd vəzi xərçənginin profilaktikası yoxdur. Məsələn, biz qadınlara deyə bilmərik ki, onu yemə, bu işi gör və yaxud da nəsə bir xüsusi dərman var, onu qəbul et ki, süd vəzi xərçənginə tutulmayasan. Elə bir şey yoxdur dünyada, belə bir profilaktika yoxdur. Yeganə profilaktika diaqnostikadır, yoxlanışdır. Ona görə barbar bağırırıq ki, biz onkoloqlar gəlin vaxtında yoxlanır. Yəni, erkən aşkarlayaq. Erkən aşkarlandısa, bu məsələ ağır da olsa 90% sağalır. Sağalır. Bəli, biz hər zaman deyirik ki, xərçəng əslində son qurtuluş və həyatın sonu deyil, xərçəng müalicə olunur. Yetər ki, zamanında və doğru düzgün mütəxəssisə yönələk ki, bu diaqnostikaya toxunmuşkən, doktor, ultrasəs müayinəsi və mamografiya. Bəzən soruşurlar ki, mən bunu sonra mamografiya və tomosintez müayinəsinə bağlayacağam. Bəzən deyirlər ki, ultrasəs müayinəsi yetərlidir bu yoxlanışda süd vəzimizdə bir ciddi bir xəstəliyin olması, yoxsa mamografiyadır. Mən əslində bu sualın qoyuluşunu bəyənmirəm və qəbul etmirəm. Niyə? Bunlarda hansı üstünlük təşkil edir anlamı da yox. Bunlar özü bir-birini təşkil edir və ardıca aparır deyə mən deyərdim. Çünki birinci, belə deyək də, ultrasəs müayinədə görülmədiyini mamografiya təsbit edə bilər. Mamografiyanın özündə belə bəzən təsbit olunmayan ultrasəs müayinə təsbit deyilmi? Çox gözəl izah edirsiniz bunları. Deyilmi? Çünki mən burada, bilirsiniz necə, bəzən insanlar deyir ki, ultrasəs müayinəm var, nə yetər, nə gərək var ki? Nə zaman keçmişsə, 1 il öncə, 2 il öncə artıq mamografiya nə gərək var ki? Orada bir ciddi həkim göstəriş görsəydi belə mən gedərdim kimi. Bax, bu məsələyə ümumi bir peşəkar doktor olaraq bir toxunuşunuzu istəyəcəm. Bu müayinələrin ümumiyyətlə ardıcıllıq sistemi necə tənzimlənməlidir? Belə deyək, qızıl standart var süd vəzi müayinəsində. Ultrasəs, mamografiya. Bu qızıl standartdır. Əlavə müayinələr də var. Məsələn, maqnit rezonans tomografiyası, ondan sonra PET müayinəsi, pozitron-metron. Bunlar yəni gözəl müayinələrdir, amma standartdan başlamaq lazım, qızıl standartdan. Elementar ultrasəs müayinəsi. Elementar desək də, amma süd vəzi toxuması üçün çox əvəz olunmaz bir müayinə. Əgər əsl mütəxəssis, süd vəzi ilə məşğul olan əsl mütəxəssis, bilirsinizmi o ultrasəsdə nələr tapır? Hansı, yəni mən şahidi olmuşam, 3 millilik xərçəng toxumasını, törəməsini tapıb ultrasəs müayinəsi. Belə baxanda adi bir müayinə sayılır. Amma belə işləri də var. Əgər o ultrasəs müayinəsi professionalın əlindədirsə, onu gözdən yayındırmayacaqsa, diqqətlə baxılacaqsa. Ultrasəs hər kəsə göstərişdir. Yəni, süd vəzi toxuması olan pasiyentlər, hətta mənim uşaq xəstələrimdə olub. 11 yaş, 14 yaş əməliyyat eləmişəm. Yəni, demək, bəzi qadınlar, analar deyir, uşaqdır, onda bir şey olmaz. Yəni, heç bilmədim, doktor, yoxlanmağa ehtiyac varmı? Uşaqda niyə yoxlanış olsun ki, süd vəzində? Yəni, yenə də dövrü, zamanımızı yenə də gətirirəm gündəmə. İndiki zamanda hər yaşda hər problem ola bilər. Ona görə də ultrasəsdən başlayırıq. 18 yaşdan etibarən, əgər şikayət oldusa yeniyetmələrdə, onlar da ultrasəsdən, elementar birinci ultrasəsdən başlamaq lazımdır. Mamografiya isə rentgen müayinəsidir. Rentgen müayinəsi əlbəttə ki, cavan yaşlı xəstələrə qətiyyən göstəriş deyil.
O başlayır ailə anamnezi olduqda. Ailə anamnezi nə deməkdir? Yəni ailəsində, anasında, bacısında, yaxın qohumlarında süd vəzi xərçəngi xəstəliyi varsa 35 yaşdan etibarən düşməlidir mammoqrafiya, rentgen müayinəsinə. Əgər yoxdursa belə bir anamnez 40 yaşından etibarən ultrasəs, üstə gəl mammoqrafiya müayinəsi. Bu profilaktikadır. Bu profilaktikadır. O ki qaldı mammoqrafiya və tomosintezin ikisi də mammoqrafiya da tomosintez də rentgen müayinəsidir. Tomosintez qat-qat belə loru dildə biraz deyək, elə kəsiklərlə baxılır. Daha çox fibroglandular toxuması, yəni daha cavan, məsələn 35-40 yaşlar civarında bu tomosintez daha gözəl informasiya verir. Bizim mütəxəssislər hətta bu iki müayinəni birgə də baxırlar. Bəzi törəmələri aşkar etdikdə ikisindən də baxırlar. Çünki törəmə haqqında nə qədər çox ətraflı bilgimiz olsa, informasiyamız olsa, bir o qədər də onu daha ətraflı müalicə edərik. Düzgün hədəfə yönəli müalicə edərik. Ona görə bu müayinələrin hamısı standartdır süd vəzi müayinəsi üçün və biri-birini əvəz etməyən müayinələrdir. Bir çox pasiyentlər deyir, doktor, mən UZI-dən keçmişəm də, ultrasəs elətdirmişəm, nə ehtiyac var, məni mammoqrafiyaya yönəldirsiniz? Deyirəm, xanım, məsələn, mikrokalsinatlar var. Onu axı ultrasəsin yoxdur, axı onda o rejim yoxdur ki, mikrokalsinatı sənə göstərsin, bizə versin. Biz onu gözümüzdən yayındıra bilərik. Axı siz bizdə sonluqda nəticəni istəyirsiniz ki, süd vəzilərim tam təmizdirmi, bir problemim yoxdurmu? Yəni 40 yaşlı, 45 yaşlı qadın üçün bunu mammoqrafiyasız demək əlbəttə ki, düzgün deyil. Amma bu təyinatlar və yoxlanışlar da, doktor, biz hər zaman vurğulayırıq ki, mütəxəssisin göstərişi ilə getməlidirlər. Deyilmi? Yəni, bəzən birbaşa mən özümü profilaktik bir müayinəyə yollanıram, tamam da gedirəm bir radioloqa və özümü orada belə deyə yoxladacam. Nə üzrə, hansı formada və sənin təyinat göstəriş varmı deyə birbaşa mammoloq olmadan gedib yoxlanışın ümumiyyətlə mənə elə gəlir ki, heç bir formada faydası. Çox mükəmməl qeyd etdiniz. Niyə? Çünki gündəlik qarşılaşdığımız bir məsələdir. Doktor, mən gedirdim ultrasəs mütəxəssisinə və yaxud da mammoqrafiyaya keçirdim, oradan da evimə gedirdim. Yəni, həmin mütəxəssislər deyirdilər ki, yaxşıdır, hər şey qaydasındadır. Bəs bu süd vəzini klinik yoxlamaq və yaxud da bəzi hallarda, indi WhatsApp, belə deyək, dəbdədir də, yəni pasiyentlər deyir, doktor, mən sizə atım bir dənə WhatsApp-a baxın, görün, məndə hər şey qaydasındadır. Deyirəm, süd vəzini görmədən. Bəzən də inciyirlər, doktor, niyə bəs bizə cavab vermədiniz? Axı, necə verək? Süd vəzni görmək, onun kanalına baxmaq, əl müayinəsi də vacibdir. Yəni, çox gözəl toxundunuz bu məsələyə ki, bir çox xanımlar bunu tam anlaya bilmirlər ki, mən keçirdim də ultrasəsdə, mən keçirdim mammoqrafiya, bəs mammoloq da baxmalıdır. Həmin müayinələrə bir zəhmət mammoloqa göstərin və süd vəzlərinizə də canlı olaraq baxsın. İldə 2 dəfə, 6 aydan bir, sadəcə 6 aydan bir. 6 aydan bir və bəzən də çox təəssüflər olsun ki, bizim başqa sahənin həkimləri belə artıq yönləndirəndə onu lütfən mammoloqa yönləndirin, birbaşa radioloqa yönləndirmə əslində uyğun seçim deyil. Bizdə proqramımızda iştirak edəndə doktor Əmirxana sual verdim ki, doktor, radioloq, mammoloq ola bilərmi? Hətta o qədər istehza və gülüşlə qarşıladı ki, yəni bunu mənə mi sual verirsiniz? Əlbəttə ki, də ola bilməz. Bugün çox təəssüf olsun ki, radioloqlarımız var ki, özlərini mammoloq kimlə təqdim edirlər, doktor. Çox böyük, amma yenə də bundan əziyyət çəkən pasiyent kütləsidir. Çünki onlar bu kəlmələrin fərqində olmaya bilərlər. Ümumiyyətlə, düşünərlər ki, radioloq, mammoloq deməkdir. Terminoloji ifadələri bilməyə bilərlər. Bunlarda böyük çaşqınlıq yarada bilər. Amma ona görə də hər zaman deyirəm ki, peşəkarlar bu haqda çox danışdıqca, doktor, sizlər efirlərə, məkanlara, sosial şəbəkələr üzərindən sağlam mesajlar verdikcə insanlar anlayacaq ki, mən bugün əgər müayinəyə gedirəmsə, birbaşa radioloqa deyil, mən mammoloqa getməliyəm ki, onun göstərişi ilə məhz təyinatı üzərindən müayinə keçməliyəm ki, oradakı problemi, çünki müalicəni də yenə sonucda mammoloq, radioloq müalicə yaza bilməz, deyilmi doktor? Yanlışım varsa düzəldir. Yox, tam gözəl nöqtə atışları eləyirsiniz, çox düzgün, çox sevindim ki, belə maarifli, belə bilgili bir insanın verilişindəyəm və gözəl, aktual mövzulara toxunursunuz. Göstəriş, yəni mammoloq keçib də gələ bilər. İlla ki, mammoloq göndərdi, ultrasəsə, mammoqrafiyaya gərək mən göndərim. O şərt deyil. Yəni, ildə 2 dəfə, profilaktikadan danışdıq. Süd vəzi xərçəngi, digər problemlər. Profilaktik olaraq heç bir şikayəti yoxdur xanımın. Heç bir şikayət. Amma süd vəzləri var, üstündədir. Bunu yoxlanış eləmək lazımdır. Axı, biz qeyd etdik, səbəbi məlum deyil, dəqiq səbəb bilmirik. Ona görə də yoxlanış lazımdır. Yoxlanışı da etdirin.
etdirdikdən sonra isə mamoloqa göstərin. Bəli. Mamoloq kimdir? Nə ixtisasın sahibidir? Yəni professionalıdır. Yəni o orqanın xəstəliklərinlə məşğuldur. Bəli. Peşəkar, Bəli. mütəxəssisdir. Amma radioloq isə həmin orqanların ultrasəsləmə, Müayinədə. mamoqrafi, o da gözəl bir sahədir. Bəli. Amma o sahə ona yönəlidir, onun diaqnostikasından məşğuldur. Amma artıq klinika, yəni xəstəliyini bunu mamoloq bilir. Ki bu normadırmı? Məsələn, axarın 4 milli genişlənməsi bu normadırmı? Yoxsa patologiyadırmı? Burada diferensial diaqnozlar aparılmalıdır. Bəli. Və həmin axar, tutağım, axardan misal çəkdim. Vaxtında mamoloq onu aşkarladısa və müalicə etdisə, bitdi bu məsələ. Amma o illərlə qaldısa, radioloq onu tutağım kiçik bir şey sanıb. Hə, axarınızda bir törəmə görmürəm, bir artım görmürəm. Biraz genişləndi, bu normal bir şeydir tutağım. Amma sıxıb onun içinə baxdı mı? Nə gəlir orada? İfrazat varmı? Qanlıdır mı? İrinlidir mi? Nə şəkildədir? Və yaxud da şəffafdır mı? Şəffaf ifrazatlar illərlə qalır, irinli ifrazata çevrilir. İrinli ifrazatlar təzədən qatılaşır. Başqa bir epiteldə dəyişikliklər verir. Vaxtında gəlsə bu pasiyent adi bir konservativ müalicə ilə bunun problemi bitmiş olardı. Amma illərlə qaldıqdan sonra artıq əməliyyata elə olur ki, həmin axar o qorxusuz bir genişlənmə gətirib əməliyyata çıxardı. Bəli. Hansı ki, bugün o əməliyyatlardan qorxur, bir qorxu xofu var. Elə əməliyyatlardan danışmışkən doktor ona xüsusi vurğulamamızı istəyəcək. Təbii ki, bizdə bir düşüncə var. Əgər məndə bir törəmə varsa, aşkarlanıbsa, mən böyük bir müalicə, tədavi, bir yolculuğa başvururam. Təbii ki, peşəkar həkimlərin və burada kompleks müalicədən gedir söhbət. Hansı ki, o Milli Onkologiya Mərkəzini mən əslində o qədər sevirəm o məkanı. Bəzən deyirlər ki, çox gözəl məkan sevirsən. Deyirəm, bəli. Çünki bir xəstəliyi insan sevdikcə, onunla dostlaşıb və özünə yaxın bildikcə, onunla yolculuq çox rahat olur. Çoxları sevmir amma. Bəli, sevmir. O kəlmənin belə işlədilməsi qorxurlar. bəzi insanların çoxuna panika yaradır. Bəli. Ora getmək belə Depressiya o qədər onlarda bir fobiya var ki, deyir, mən ümumiyyətlə ora girə bilmərəm. Nədən girə bilmirsən? Əgər sən özündə, bu iradi məsələdir. Bu əslində düşüncənin zəifliyidir və öz düşüncələrimizi idarə etməməkdə acizyanə durumun olmağının əslində göstərir. Və bəzən də mən hər zaman deyirəm ki, həvəskar həkimlərin bu sahədə olanların bu haqda yanlış danışması peşəkarları kölgədə qoydu. Peşəkarların doğru düzgün danışmasını o qədər gecikdirdi ki, onlar məlumat belə deyək, qarşılığı içərisində sadəcə boğuldular. Kimin haqlı olduğunu bəzən bilmirlər. Bəzən bax, müalicəyə çıxdıq, bir yola süd vəzindən danışaq, bir törəmədir. Müalicə olundu, kimyoterapiya olundu. Təbii ki, uygulanan metodlar var mərhələ ilə. Bunlar olduqdan sonra burada göstəriş yenə də sonucda protokol üzrə bildiyimə görə cərrahi əməliyyat olmalıdır. Amma insanlarda nə yaranıb? Əgər məndə bu törəmə artıq belə deyək də görünməz bir vəziyyətə düşübsə, oradan tamamilə sıfırlanıbsa, əməliyyat niyə olum? Niyə marağındasınız məni əməliyyat etmək kimi düşüncələr formalaşır? Əslində həkimin əməliyyat etməyə heç bir formada maraq ola bilməz. Çünki onun keçirtdiyi o qədər stresslər, o həyəcanlar, bəzən deyirəm əməliyyatxananın bunu görməsi üçün ya özün əməliyyat olmalısan, ya əməliyyat gedişatında orada iştirak etməlisən ki, o qədər həyəcanı bəzən bizdən də çox təşvişə həkimlər çəkir və çünki məsuliyyət daşıyır. Hər zaman deyir cərrahlar, biz qapıdan, əməliyyatxanadan çıxdıqdan sonra o dəhlizdə gözləyən o qohumlarının ki, gözünə baxıb cavab deyəcək ya, onun həyəcanı bizim qədər kimsə anlaya bilməz. Yəni biz o qədər, yəni niyə artıq marağa biz əməliyyat edək deyə suallar var, amma bunu da qəbullamır doktor. Demək ki, bu əgər söhbət xərçəngdən gedirsə, o törəməni biz müəyyən metodlarla müalicə edib, onu kiçiltmişiksə, görünməz bir vəziyyətə gətirmişiksə, yenə də burada kimyoterapiyadan gedir söhbət. Sonucda mütləq cərrahi müdaxilə olmalıdır, deyilmi? Elə. Ümumiyyətlə, bu cümləyə başladınız, dediniz, məsələn, qorxurlar gəlməyə, sevmirlər onkologiyaya müraciət etməyə. Bunu da bir vurğuluyum. Bəs qorxmurlarmı o xərçənglə illər uzunu gəzməyə? Özündən qorx, özün döşündəki o törəmədən qorx. Onkoloqdan, onkologiyadan qorxma. Onlar sizin dərdinizi götürməkdən ötürü çalışırlar. Bu qədər korpuslarımız var. Kimyoterapiya korpusu, şua terapiya korpusu, diaqnostika korpusu, cərrahiyyə korpusu. Görürsünüzmü nə qədər? Bir dənə binamız yoxdur. 4 dənə binamız var. Çünki bu ağır xəstəliyi ağırdır. Bəli, ağırdır. Adı da ağırdır, gedişatı da ağırdır. Amma gecikdirirlər, ona görə ağırdır. Amma buna yönəli onkologiya bunu sizdə yaratmayıbdır ki. Siz zaten onu bədəninizdə gətirmişsiniz. Hə, nələr yaradı, bu ayrı bir mövzudur. Amma özünüzdəkindən, özünüzlə, illərlə onunla yaşamaqla bir misal çəkirik həmişə pasiyentə, bir mina gəzdirirsiniz üstünüzdə.
hər dəqiqə partlaya bilər. Partlayışı nədir bunun? Bədənə yayılması. Bəli. Amma gəlin vaxtında müalicə olunur. O ki qaldı ikinci bir sualınıza, yəni onkoloji xəstələr ximioterapiya deyilən bir müalicə metodu var. Kimyəvi dərmanlar damar vasitəsilə bədənə yeridilir, gedir həmin hüceyrələri tapır, onları məhv edir. Onkoloji hüceyrələr. Bizim peşəkar əvəzi olunmayan ximioterapevtlərimiz, yəni onlar qarşısında biz cərrahlar baş əyirik ki, sağ olsunlar. Yəni 3-cü mərhələni, 4-cü mərhələni keçirdirlər. Ximioterapiya düzgün aparılan, protokolla aparılan, düzgün dərmanlarla icra olunan müalicələr nəticəsində hətta bəli, full reqres də alırlar. Nə deməkdir full reqres? Tam şiş toxuması, törəməsi məhv olur, yoxa çıxır. Bəli, ona görə biz öncədən ora tel işarətləmə də etdiririk, klips də qoydururuq ki, o heç olmasa məhv olduqdan sonra, yoxa çıxdıqdan sonra... O tel işarətləmə toxunmuşkən doktor, yəni sonradan onu sizin cərrahi müdaxilə götürməkdə sizə yardımcı olsun deyə istifadə olunur. Bəli, çünki bizim əlimizə dəymir, toxunmur. Çünki əriyib məhv olursa... Bəli, biz onu hiss etmirik. Nəyi kəsək, haranı kəsək və onkoloji problemlər elə bir məsələlər, o hardan istədin kəsmək məsələsi də, mən biraz loru dildə danışıram da, çünki xanımlar anlasın, tam elmi dildə istəmirəm danışam, çünki bu veriliş xalq üçündür, cəmaat üçündür, onlar anlasınlar. Onu biz ximioterapiyadan sonra onkoloji xəstələrdə bir çox hallarda düzgün aparıldıqda ximioterapiya məhv olur. Şiş yoxa çıxır. Bəli, o zaman yenə də cərrahi əməliyyat tələb olunur və pasiyentlərin çoxu siz dediyiniz kimi sual verir. Məsələn, doktor, o əridi, getdi, yoxdur. Bəs siz nəyə kəsəcəksiniz və niyə bizi əməliyyat eləyirsiniz ki, axı o şiş orada yoxdur. Həmişə də izah edirəm ki, əzizlərim, törəmə yoxdur, şiş yoxdur, amma onun hüceyrələri oradadır. Oradadır, həmin toxuma, həmin sahə bu elə-belə bir xəstəlik deyil. Yoxdur, nə gözəl, regresə uğrayıb, nə gözəl, yaşam müddəti nə qədər artdı, nə qədər gözəl proqnoz oldu pasiyent üçün. Amma o sahə götürülməlidir, o elə-belə sahə deyil, o süd vəzində qala bilməz. O, həmin sahə götürülməlidir və onu da nə eləyir? Cərrahi əməliyyat eləyir. Ona görə də dedim, o korpuslar var, o korpuslar elə-belə tikilməyib. Bizdə multidisiplinar yanaşma olur. Cərrah da olmalıdır, cərrah da baxmalıdır o xəstəyə, onkoloji xəstəyə, ximioterapevt də, şüa terapevt də, hər biri. Və ümumilikdə bir qərar verilməlidir. Onkolog, ginekoloq, bəli, tək cərrahla iş bitmir. Tək ximioterapiya ilə də iş bitmir. Tək radioterapiya ilə də iş bitmir. Elə olur bunun üçü də lazım olur, elə olur iki metod lazım olur. Hamısı mərhələyə yönəlikdir, hamısı bioloji şişin xüsusiyyətinə yönəlikdir. Hansı ki, bunu da peşəkarlar məhz ardıcılıqla edir. Biz reklam fasiləsinə ayrılırıq. Fasilədən sonra redaksiyon mammoplastikadan, ümumiyyətlə onu dillə desək, sinək kiçiltmə əməliyyatından danışacağıq. Hansı ki, bunun da özündə öz fərzilərimiz üzərindən bəzən xərçəng yaranır deyə bu implantların və s. qoyulması məsələsi. Buna da toxunacağıq. Reklam fasiləsinə ayrılırıq. Qısa reklam arasından sonra yenidən buradayıq. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün onkologiyada plastik cərrahiyyədən danışırıq. Ümumiyyətlə, onkoloji xəstəliklərdə cərrahiyyənin göstərişi və bizə verdiyi təbii ki, xeyrimizə olacaq böyük bir irəliləyişdən danışırıq. Mütəxəssis qonağımız da Milli Onkologiya Mərkəzinin onkoloq, mamoloqu, cərrah Şövkət Əliyevadır. Mövzuya keçid etməzdən öncə proqramımızın baş sponsoruna dərin təşəkkür etmək istəyirəm. Best Beef ət və ət məhsulları. 2002-ci ildən etibarən Elite Food Company adı altında və Best Beef markası ilə uzun illərdir ki, fəaliyyətə söküləcək böyük bir müəssisənin fəaliyyətindən söhbət gedir, hansı ki, bizim sağlam qidalanmağımızın təminatında dayanacaq və bizim ailə üzvlərimizə çox güvənlə istifadə edə biləcəyimizə tam zəmanəti verən böyük bir müəssisənin və peşəkarların çalışdığı fəaliyyətdən Best Beef uzun illərdir ki, artıq bizimlə əməkdaşlıq etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm və sevindirici haldır ki, Şərqi Zəngəzur və Qarabağ istehlakçılarının da artıq fəaliyyətinə və istifadəsinə buraxılıb. Best Beef sənin seçimin. İkinci bizim sponsorumuz terapevt osteopat Ülviyə Süleymanova haqqında danışmaq istəyirəm. Təbii ki, övladımızda rastlaşdığımız çox ciddi qamət pozuntusu, skalyoz, kifoz, əyri-pəncəlik, yaslayaqlıq kimi ciddi xəstəliklərin problemi, dərmansız və ağrısız müalicəsini həyata keçirən müalicə yolu təbii ki, osteopatiyadır. Terapevt osteopat Ülviyə Süleymanova övladımızın sağlamlığına qovuşmasında sizə yardım edə biləcək peşəkar,
doktordur. Osteopatiya sayəsində müalicə olunan xəstəliklər çoxdur. Mərkəzimizdə dayaq hərəkət sistemi xəstəlikləri, diz, buç çanaq və çiyin artrozları, osteoporoz, həmçinin çanaq əyriliyi, hamilələrdə bel ağrıları, fəqərarası disk yırtığı kimi xəstəliklərin müalicəsi kompleks şəkildə aparılır. Müalicə zamanı osteopatiya ilə yanaşı iynə batırma, fizioterapiya, reabilitasiya, proloterapiya prosedurları da həyata keçirilir. Hətta insanların həyat tərzinə mənfi təsir edən, əmək qabiliyyətlərini belə məhdudlaşdıran problemlərin də keyfiyyətli müalicəsi mümkündür. Mən doktorun əlaqə nömrələrini xatırlatmaq istəyirəm. 055 703 38 12 nömrəsi və xüsusi təşəkkür edirik 166 təmizlik şirkətinə, evimizin, binalarımızın, ofislərimizin, bağ evlərimizin fərq etmir təmirdən sonra yüksək keyfiyyətli və mükəmməl formada təminatlı və təmizliyini həyata keçirərək bizə təhvil verən böyük bir şirkətin xidmətindən söhbət gedir. Əlaqə nömrələri 050 285 44 77. Təşəkkür edirik və mövzuya keçid alaq. Doktor, reduksion mamoplastikadan danışdıq. Bəsit dillə desək, süd vəzi kiçiltmə əməliyyatından. Hansı ki, bugün ehtiyac olmadı. Hər kəs sadəcə belə deyək də, bir-birinə bəhs mi deyək, artıq kimlərsə etdi, mən də edim deyə. Əslində, buna da bir göstəriş olduğu zaman, həkim göstərişi ilə bu uyğulanma, bu belə deyək, cərrahi uyğulanma olmalıdır. Yoxsa bu, belə deyək də, hər kəs üçün açıq bir qapıdır və istənilən formada, istənilən yaşda yoxlanış olmadan belə, çünki mən hər zaman deyirəm ki, əgər bu əməliyyat olunursa, biz təbii ki, onkoloq, mamoloqda mütləq müayinədən keçməliyik. Biz burada anamnezlər dediyimiz kimi genetik faktorumuzu araşdırmalıyıq, risk faktoru daşıyırıqmı? Bəzən də körtəbir plastik cərrahların özündə, ümumi cərrahlarda hətta birbaşa bunu uygulayanlar var. Ümumiyyətlə, bu sahədən istəyirəm danışaq. Bugün uyğulanma metodu nə dərəcədə doğru düzgün aparılır? Belə deyək, birincisi onu qeyd edeyim ki, bu əməliyyatı çox sevirəm. Hədsiz sevdiyim, icra etməyə çox sevdiyim bir əməliyyatdır. Və sizin də xüsusi vurğulamaq istəyirəm ki, mükəmməl formada nəticələriniz var bu sahədə. Yəni, bunu artıq doktorun, belə deyək də, öz şəxsi Instagram səhifəsindən də edilən xəstəliklərin biz indi efir formatına uyğun olmadığına görə həmin o qadınların sinə görünüşünü göstərə bilmirik. Amma oradakı görüntü bizim artıq gözümüzlə görəcəyimiz və göz yaddaşımıza ola biləcək reallıq əks etdirir ki, müstəsna xidmətlər, hətta çapıqların belə nə dərəcədə tamamən görünməməsi, zaman-zaman çəhrayı rəngə belə dönüşməsi necə peşəkarlığın nəticəsidir. Həqiqətən, əhsən sizə. Çox sağ olun, təşəkkür edirəm Ülviyə xanım. Niyə sevirəm bu əməliyyatı? Çünki qadınlar çox xoşbəxt olur. Yəni, hədsiz, özüm belə etdiyimdən xoşbəxt oluram. Nəyə çevrildi? Və mənə müraciət edən pasiyentlərin, deyir sizi bir-birinin bəsinə, deməzdim, məsələn, 80% mənə müraciət edən pasiyentlər ağrı şikayətindən. Doktor, boynum ağrıyır, kürəyim ağrıyır, mən bu yükü nə qədər daşıyım? Yəni, yaşlandıqca daha da məni və yaxud da onurğamda problemlər yaradıb. Daima fizioterapi... Ciddi göstərişi artıq olanlardır, doktor, deyilmi? Bəli, sağlamlıq. Amma biz bunda mən toxunacağım, gənc yaşda, onu da xüsusi toxunmağınızı istəyəcəm sizin təbii fikrinizdən sonra. Gənc yaşda, ümumiyyətlə, ailə qurmayan xanımlarımızın belə sürətli buna axışı yaranıb. Və burada çünki artıq kompleks yaşayırlar adamlar. Burada artıq bizdə necə ailə həyatı qursun? Dismorfobik pozuntu da psixologiyadır. Bəli, bədənini sevmir, qəbullanmır. Amma bunun ciddi göstərişi olan sizin orada səhifənizdə paylaşdığınız, görün, həyati təhlükə belə daşıyan faktorlardır. İnsanın qamət pozğunluğu, onurğasında, əyrilik, bilirsiniz, skalyozun, kifozun, bəlkə də lardozun mənbəyini qoyan göstəricilər, ağır çəkidə olan daşıma qabiliyyətini itirən qadınlar, bunlar təbii ki, sözsüz, söhbətsiz birbaşa göstəriş cərrahiyə müdaxilə olmalıdır. Belə deyə Ülviyə xanım, baxın, Azərbaycan qadını var, Avropa qadınlar. Onlar da, yəni, konstitusional tipi bədənləri, süd vəzləri kiçik olur. Avropa bədəni, yığcam kiçik olurlar. Yəni, budur. Bizdə də qadınlarımız, maşallah, yəni, qum saatı bədənləri olur. Allah belə yaradıb. Yəni, süd vəzləri də daha böyüklərdə daha böyük olur. Biraz da mətbəximiz, elə olur, heç yeməkdən də asılı deyil, genetik
doktor böyüyür də, neyim, gəlib indi bu ölçüyə çatıb, amma mən artıq dözə bilmirəm. Doğuşlardan sonra, süd verdikdən sonra daha da sallandı, daha da böyüdü və mənə artıq ciddi problem verir. Həm kompleks yaşayıram, bir paltar tapa bilmirəm geyinməyə, bilmirəm istədiyim, sevdiyim paltarı geyinə bilmirəm. İşə çıxanda biz kişi kollektivdə kişilər var, mən utanıram, yəni özümdən öncə süd vəzlərim gəlir, hətta bunu deyənlər var. Eləsi olur, 3 ölçü böyük paltarlar geyinirlər, amma insan nə qədər bu komplekslə yaşasın? Əlbəttə ki, axırda bunu müraciət eləyir bir mütəxəssisə ki, kiçilt, yəni mən artıq komfortlu yaşayım. Həm kompleksləri gedir, həm o fiziki narahatçılıqları gedir və çox xoşbəxt olurlar. Sizə deyim, əksəri həyatı dəyişir. Özlərinin dediklərinə görə özgüvən qazanırlar. Özgüvən hara qalxır? Hətta arıqlayırlar. Neçə kiloqram deyir, mən heç indiyə kimi arıqlaya da bilmirdim, nə qədər diyetalar saxlayırdım. Amma bu kiçiltmə əməliyyatından sonra, halbuki əlaqə yoxdur, mən başladım arıqlamağa. Yəqin ki, özünü sevib, öz bədənini artıq qəbul edib, özünü bəyənməyə başlayıb, artıq yeməyə də, boş-boş yerə yeməyə də dayandırıb. Çünki gözəlliyi itirmək qorxusu yaranır da. Gözəl bir vizual görünüşün sonradan bərbadlaşma bir qorxusu var ki, o da var. Amma bəzən də doktor, bu müəyyən gənc yaşlarımızda da bizdə burada axın çoxdur və bunların sürətli implant məsələləri çıxdı ortaya. Süni belə silikonların yerləşdirilməsi, bəzən gərəksiz, gərəkli yerlərdə olması, yaşa, bəziləri də buna çox göz yumdu. Ümumiyyətlə, bunlarda bir yaş məhdudiyyəti varmı bu əməliyyatda? Çox gözəl toxundunuz, yenə aktual mövzudur. İndi keçdik süd vəzi böyütmə əməliyyatı. Amma bir tərəfdən də, yəni qadın mikromastiya deyirlər də, yəni doğuşlar etdi, bəzi qadınlarımızda süd vəzi böyüyür. Bu zaman bəzilərində isə hətta kiçilir, vəz toxuması geriyə sorulur. Tam kiçilir və yaxud da təbiətdən, yəni anadan gəlmə çox kiçik süd vəzləri var və yaxud da asimetrikdir və yaxud da artıq həcm itirilib, arıqlayır, kökəlir, həcm itirilib, yəni estetik baxımdan çox baxımsız, yəni qadın özünü bəyənmir və bunu silikon protezlə düzgün mütəxəssis əlində həcmini, süd vəzlərinin böyüdülməsi normal seçimdir. Yəni, bu dünyada qəbul olunmuş, göstərişi olan əməliyyatdır. Süd vəzi həcmi itirilibsə, o həcm silikon protezlə və mütəxəssislə bərpa olunmalıdır. Amma bizim bəzi xanımlarımız müraciət edirlər, bəzi üzdən qıraq bir yerlərə, belə deyəcəm bunlara, məsələn, gellər vurdururlar, süd vəzi toxmasının içərisinə və yaxud da lipofiling etdirirlər. Lipofiling gözəl bir metoddur, amma o az həcm verir və korreksiya üçündür. Amma süd vəzi tam böyütmək üçün deyil. Məsələn, 2 ölçü, 3 ölçü böyütmək üçün silikon protez lazımdır burada. Və bu da əlbəttə ki, xanımın öz istəyidir. Böyüdə bilər, yəni əgər sevmirsə bədənini, xoşlamırsa və həcmi itibdirsə, sevmir artıq özünü. Doğuşlardan sonra ola bilər, arıqlama, küllü miqdarda çəki atanda da olur elə. Yəni, çox doğrudan da çirkin bir görüntü alır süd vəzi. Əlbəttə ki, silikon protezlə lazımi silikon, yəni o hər ölkənin də, Almaniyanın var, Amerikanın var, çox gözəl Braziliyanın var, silikon protezlər var. Onlarla süd vəzi həcmini rahatlıqla bərpa edirlər. Silikon protezlərin bəzən belə bir anlayış formalaşdı ki, xərçəngə keçmə ehtimalı. Əslində tibb bunu tam da təsbitini tapmadı və bildirdi ki, ümumiyyətlə bunun xərçəngə çevirmə ehtimalı yoxdur. Süd vəzi xərçənginin etiologiyasında, yaranmasında süd vəzi protezləri, silikon protezlərin heç bir rolu yoxdur. Yəni onun sübutu yoxdur. Heç bir elmi məqalə, heç bir araşdırma bu nəticəni vermir. Süd vəzi xərçəngi silikon protezlərdən yaranmır. Bir də doktor, çox həssas bir məsələdə ona da xüsusi toxunuş etməyinizi, vurğulamağınızı istəyəcəm. Bu menopoza dönəmində xanımlarımızın süd vəzi xərçənginə yoluxma ehtimalı yox deyil, var. Əlbəttə, artıq da hətta. Hətta artıqdır. Burada əgər, belə deyək də, menopoza dönəmi yaşayır xanım, burada artıq fəaliyyət demək olar ki, dayanır. Artıq estrogenlərin ifrazı yox. Bu süd vəzi xərçənginin bu dönəmdə yaranması və qabarması və hətta son dönəmlərdə sayının belə artması, bu tibbi tərəfdən araşdıranda adam bir şey tapa bilmir, amma neysə təbii ki, bu kökdə var da, səbəbsiz yerə yaranmır. Bilmədiyimiz bir tərəf var, yəqin ki, onu sizlər bilirsiniz. Mənim üçün çox maraqlıdır. Bu nəyin sahəsində bu yarana bilər? Nə baş verməlidir ki, bunlar oyansın? Yaşlı xəstələrdə menopauza, ümumiyyətlə yaşlandıqca insanlar onkoloji xəstəliklər artır.
Yəni artma tezliyi müşahidə olunur. Əlbəttə ki, bu immun sistemin get-gedə yavaş-yavaş azalmasına gətirib çıxaran bir vəziyyətlər bunu baş qaldırır. Bizim ümumiyyətlə bədənimizdə onkoloji hüceyrələri tutub saxlayan, onları məhv edən bu hüceyrələr hər kəsin bədənində var. Hər bir insanın bədənində atipik hüceyrələr var. Bizi saxlayan immun sistemimiz, dayanıqlıdır. Güclü immun sistemimiz onları saxlayır, qoymur artmağa. Demək ki, immun sistemi düşdükdə aşağıda bizi süd vəzifəsi fizioloji menopoza dönəmində ortaya çıxır. Bəli. Ona görə də yəni bu yaşda 50-dən yuxarı yaşda olan qadınlar daha ciddi öz sağlamlıqlarına fikir verməlidirlər, mikroelementlərini bərpa etməlidirlər. Yəni defisitlərlə vitaminləri, mikroelementləri, mineralların defisiti ilə yaşamamalıdırlar. Xroniki xəstəlikləri varsa onlar da müalicə olunmalıdırlar. Artıq bədənin kompensasiya vəzifələri yavaş-yavaş çökür yaşla əlaqədar olaraq. Ona görə də yaşlı insanlar daha çox özünə diqqətli olmalıdırlar. Bir də komponentli kistalar deyəcək bir anlayış var süd vəzində, doktor. Bunların təbii ki, indi bu biraz elmi terminoloji termindir. Bunun açıqlamasını istəyəcəm. Bəzən də bu kistlərin olması sonradan bizə bədxassəli şişlərə aparan bir yoldurmu, yoxsa onunla onun əlaqəsi yoxdur? Baxın, kistlər ümumiyyətlə süd vəzi kistaları çox yəni ciddiyə alınmayası bir vəziyyətdir. Yəni kiçicik ölçülü, bəzən bizim xanımlar, məndə kist var. Yəni qorxa-qorxa, bu indi onkologiyaya çevriləcəkmi bu kistlər? Xeyr, yəni kiçicik kistlər və yaxud da içərisində maye olan kistlər qorxulu bir şeylər deyil, bütörəmələr deyil. Ən elə yüngülü budur süd vəzi prosesləri içərisində. Medikal müalicə ilə olmur? Bəli, elə olur, nəzarətə buraxırıq. Sadəcə medikal müalicələr, konservativ müalicələr edirik. Elə olur, böyüdükdə divarın nazikdirsə aspirasiya olunur, içərisi boşaldılır. Amma siz qeyd etdiyiniz içərisində komponent olan kist, o ciddi bir durumdur. O kimlərdə olur? Nə deməkdir ümumiyyətlə? Kist bir kapsulası olan törəmədir, içərisi boşluqdur. Orada maye olur. Komponent nədir? Bu divardan, kistin divarından inkişaf edən bir artımdır. O artımı boşa, yəni gözün ardına vermək, boş vermək olmaz. Yəni orada bir kütlə mi formalaşmaq? Bəli, içərisindən həmin kistin bir komponent əmələ gəlməyə başlayır. Əlbəttə ki, o kist böyük ehtimal ki, illərin kist ola bilər, o kist görə müraciət etməmiş ola bilər pasiyent, o illərlə onun bədənində qala bilər, artıq o divardan komponent inkişaf eləyə bilər. Elə kistlər birbaşa cərrahi əməliyyata göstərişdir. Əlbəttə ki, ilk öncə həmin komponentlə biopsiya götürüldükdən sonra, araşdırıldıqdan sonra orada bir xoş xassəli artımdırmı, yoxsa bəd xassəli artımdır? Çünki burada cərrahi əməliyyatlar da fərqli texnikalarla icra olunur. Buna görə də komponentli kistlərə xüsusi fikir vermək lazımdır. Aşkarlandısa həmən mütəxəssisə müraciət olunmalıdır. Bizdə bu üzr istəyirəm, həmin kistləri boşaltmaq olmaz. Olmaz. Aspirasiya etmək, içərisini boşaltmaq olmaz. Bütün şəkildə, yəni götürməklə cərrahi müdaxilə. Və patogistoloji müayinəyə göndərmək. Müayinəyə göndərmək. Və uzun illər öncəsində bu, çox təəssüf olsun ki, bu anlayış hələ də bizdə formalaşmaqdadır, doktor. Məsələn, mən süd vəzidən götürək xərçəngindən əziyyət çəkirəmsə, getdim cərrahi müdaxilə. Ümumilikdə mənim süd vəzim tamamən özü götürüləcək. Yəni artıq sinəmin belə deyək, sinəmin birini itirəcəm kimi məsələlər çıxmışdı və hələ də o yanlış düşüncə və qorxu hələ də bizdə qalır. Amma bizdə elmin inkişafı, texnologiyaların inkişafı, dünyada baş verəcək elmi praktik konferanslarda və orada iştirak olunaraq əldə olunan nəticələr bu gün nə qədər möcüzələrin yaradıldığını bəlkə də çoxumuz bilmirik. Bəzən də yenə də düşünürük ki, cərrahi əməliyyat olanda bədənimizin müəyyən hissəsi gedəcək. Bir də burada ikili bir tərəfi nə yaranır doktor? Deyir ki, həmin hissəyə bıçaq vurmaq olmaz. Elə bir sadə bəsit dillə deyək ki, xərçəng elə bir xəstəlikdir ki, ona bıçaq vuruldusa bitdin. Bu anlayış, bu harda bu boşluq oldu ki, belə bir düşüncələr formalaşdı? Bəzən deyirəm ki, necə edək, doktor? Baxın, efrimizin də artıq bitməsinə çox az sayda dəqiqələr qaldı. Necə bir sağlam bir mesaj verməyimizi istəyəcək? Əslində, ilklərdə qayıtdığım fikri xüsusi vurğulamaq istəyirəm ki, yeganə sahədir ki, doğru bildiyimiz yanlışlar çoxdur. Bu yanlışlar içərisində o qədər yanlışlar var. Hansını sayaq, hardan başlayaq? Ümumiyyətlə, necə edək ki, insanlarda qorxu xofu götürülsün? Bu xəstəliyi əslində dostlaşıb sevmək çağırışına bir mesaj verək. Nəinki bundan qorxub geri qaçmaq və müayinədən imtina etmək, cərrahi əməliyyatdan, ümumiyyətlə, cərrahi əməliyyatsa mən ora getməyəcəm deyə özündə yaratdığımız, belə deyək də, geri çəkilmələr olmasın deyə nələrdən başlayaq? Üzr istəyirəm, xanım, sözünüzü kəsirəm.
Çox vaxt pasiyentlər deyir, doktor, bundan mı qorxurdum? Yəni əməliyyat oldu, bitdi, gözünü açır, bundan mı qorxurdum? Yəni bu nə oldu ki, ayıldım, heç xəbərim də olmadı, heç ağrımıram da. Mən illər uzun necə özümə zülm eləmişəm? Dəfələrlə pasiyentlər deyib mənə. İnanın, dəfələrlə deyib. Yəni, mən qorxu bu mərhələni artırıb, amma heç də qorxulu bir durum deyil. Əlbəttə ki, cərrahi əməliyyat deyəndə hər pasiyenti biz əməliyyata da salmırıq. Elə hər gələn pasiyent baxır mərhələsinə, süd vəzi xərçəngindən söhbət gedirsə. Ağırlıq dərəcəsində. Hər gələn pasiyent əməliyyata getmir. Amma əməliyyat əksinə, yəni belə pasiyentlər hələ sevinsinlər ki, əməliyyatla bitəcək bu məsələ. Tək bir əməliyyatla bitsin məsələ. Erkən mərhələdə olan pasiyentlərə biz cərrahi əməliyyat eləyirik. Yəni əməliyyat sizə təklif olunsa, deməli erkən mərhələdəsiniz. Nə gözəl, nə yaxşı ki, daha gecikmiş mərhələlərə gedib çıxmamısınız. Artıq gecikmiş mərhələ olanda bəzən əməliyyata da artıq götürülməsi özü bir risk olur və başlayır təmiz. Bədənə tamamən yayılıbsa artıq heç əməliyyat göstərişi yoxdur. Göstərişi yoxdur. Baxın, bu da artıq gecikmiş bir dönəm. Və burada da nə həkimlər, nə ətraf insanlar, ətraf mühiti qınanılası deyil. Bu təbii ki, günah bizim özümüzdədir. Doktor, son 2 dəqiqəmiz qaldı. Hansı sağlam mesaj deyə biləcəyiniz? Baxın, buradan müraciət edək. Bizi izləyənlər, təbii ki, siz mərkəzdə, paytaxtda yerləşərək bəzilərimizə əl çatan deyilsiniz. Bəzilərimiz bəlkə də qəbulunuza düşmək üçün aylar gözləyə bilər. Çünki çox sayılı xəstələr var ki, bunları hər gün baxmaqla bitmir və böyük bir yükün məsuliyyətinin altındasınız. Amma yenə də nə edək, özümüzü ən azından profilaktik müayinəyə hazırlayaq, nələrdən başlayaq, hansı müayinələri özümüzdə, düşüncəmizdə tamamən yaddaşımıza hopduraq ki, bunu mən etməliyəm, çünki vacibdir. İlk növbədə həmişə demişəm, bu axır bir 5 ildə mənim beynimdə formalaşıb, hardasa 17 ildir iş stajım, belə deyək, stajım, təcrübəm var. Milli onkologiyada çalışıram. 20 ilə yaxındır da, birazdan 20 il olacaq. Maşallah. Yəni, axır bu 5 ildə beynimdə bir şey formalaşıb və əziz, sevdiyim Azərbaycan qadınlarına bircə onu demək istəyirəm. İlk növbədə özünüzü sevin. Birinci ondan başlamaq lazımdır. Bizim gözəl Azərbaycan fədakar qadınları, analarımız, əsasən də analarımız, bacılarımız hər kəsi sevir. Özündən başqa. Nədir burada sevmək? Özünü sevmək o demək deyil ki, getdim saçımı düzəltdirdim, bir gözəl libas aldım, geyindim. Bu özünü sevmək bu deyil ki, sağlamlığını qorumaqdır. Sağlam olandan sonra bu libas geyiniləcək. Sağlam olunandan sonra bu saç bəzək, bu şeylər olacaq. Sağlamlıq da, bilirsinizmi, süd vəzi elə belə orqan deyil, aktual orqandır. Çox yayılıb bu xəstəliklə. Sadəcə özünüzü sevin və vaxtında müraciət edin. Profilaktik yoxlanış. Problem də varsa, narahat olmayın. Bizlər varıq. Biz nədən ötürüyük? Bizlər varıq, müraciət edin. Bizi kimi mütəxəssislərə biz də onu həll eləyək. O bizim işimizdir artıq. Və süd vəzi indiki zamanədə tamamən xərçəng varsa süd vəzim bir mənalı mastektomiya olunacaq, süd vəzim çıxarılacaq anlayışı artıq yoxdur. Rekonstruksiyalar var, plastikalar var. Olmayan süd vəzi bərpa da olunur. Artıq bu dönəmdəyik. Ona görə də beynindən o fikri atsınlar xanım. O keçmişdə qaldı. Bəli. Baxın, əgər bu cür səmimiyyətlə, sevgi dolu, nə qədər emosionallıqla, mən bayaq deyirəm ki, danışığınızda xüsusi bir axarlılıq var. Yəni, bu sevgi dolu insan əslində həkim özünü sevirsə, təbii ki, o sevgini həm pasiyentə verəcək, həm də ondan özünə qarşı alacaq. Ona görə də xəstəliyi sevmək, onunla dost olmaq lazım. Çünki bu işin öhdəsindən gələcək peşəkar insanlar var ki, biz o xəstəliyi buraxaq və onlara həvalə edək. İnanın ki, o qədər gözəl nəticələr edəcəklər. Çünki mənim öz şəxsi səhhətimi və bir neçə gün öncə mən də Milli Onkologiya Mərkəzində, buradan da Turan xanım Nadirovaya təşəkkür edirəm və sizə həmin o qadın sağlamlığı şöbəsində xüsusi bir dəstəyi olan Sevinç xanım Rəhimzadəyə xüsusi təşəkkür edirəm ki, nə gözəl peşəkar insanların çalışdığı bir ortam yaratmışsınız. İnsan ora girəndə sadəcə bilmirəm, doğma bir məkanı kim hiss edir? Hər şey oradan başlayır. Bəli, hər şey oradan başlayır. Əgər
mehribanlıq, həmrəylik, paylaşım hissi bir insanlarda yoxdursa, heç bir formada uğurlu nəticə ala bilməz və cəmiyyətdə doğru düzgün töhfə verə bilməz doktor. Ona görə də sizə dərin təşəkkür edirəm. Özümüzü sevək, doktor da dediyi kimi və bədənimizi tanıyaq. Bilək ki, əgər bu mənim bədənim dünənki bədən deyil, nə isə var. Demək ki, mən mütləq düşünmədən hər zaman vurğulayıram və vurğulamaqdan da yorulmuram. Doğru, düzgün mütəxəssisə yönəlin. İşinin peşəkarı olan mütəxəssisə yönəlin ki, bu haqda peşəkarlar danışsın, həvəskarlar deyil. Doktor, mən sizə dərin təşəkkür edirəm. Bu yoğun iş qrafikinizə rağmen vaxt ayırıb gəldiniz, bizi maarifləndirdiniz, çox sayılı biliklərə sahibləndik. Xatırladım ki, biz bugün süd vəzi xərçəngində, təbii ki, onkologiyada, plastik cərrahi, ümumiyyətlə cərrahi metodlardan danışdıq. Bizim dəyərli qonağımız isə Milli Onkologiya Mərkəzinin, Ümumi Onkologiya Şöbəsinin onkoloq, mamoloq, rekonstruktiv cərrahı Şövkət xanım Əliyeva idi, dəyərli doktorumuz. Çox sağ olun. Mən sizə hər birinizə dərin təşəkkür edirəm. Bizi izlədiyinizə görə hər birimizə xoş həftə sonu arzulayıram. Həftənin ilk günü eyni saatda fərqli mövzu ilə görüşmək ümidi ilə. Salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.